Manşetas xəbər portalının bugünkü qonağı Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovdur. Ceyhun müəllim, öncə dəvətimizi qəbul etdiyiniz üçün sizə özümü təşəkkürümü bildirirəm. Öncə ondan başlayaq ki, son günlər, daha doğrusu dünəndən etibarən hamının böyük marağına səbəb olan tanınmış aparıcı Nəsimi Nəbizadənin sizin reabilitasiya mərkəzindən qaçmağıyla bağlı nə deyə bilərsiniz? Yəni bu hadisə necə baş verdi? Öncə mən də sizə minnətdarlığımı bildirirəm. Famil müəllim dəvət elədiniz. Çünki bizdən soruşmadan bəzi jurnalistlər götürüb reabilitasiyadan qaçdı belə başlığı ilə. İndi baxış sayı çox olsunmu, nəsə belə paylaşımlar ilə əslində reabilitasiyadan qaçmayıb. Reabilitasiyanın demək 4 aylığındadır Nəsim müəllim. Lakin təxmini bəlkə 50 dəfə çölə çıxıb. Bizlə gedib gəlib, hansı ki dişini düzəltdir onun. Bununla bağlı və Qarabağ səfəri var idi. Bizdə bu Dağüstü parkda bu Fəxri Xiyabanda olan çəkilişlərimiz var. Sərbəst bir insan idi. Eyni həmişəki bu gəzintilər kimi, yəni diş həkiminə getdik, oradan çıxıb gəzmək istədik. Dedi, bir dənə gəzmək istəyirəm, dedim gedək. Getdik biz, Sumqayıtda çay da içdik, bir nərd də oynadıq onunla. Sonra Targoviyə gedəsi olduq. Orada soyuq əllər, isti ürəklərdən, hətta bir kumbir də yedik. Sonra tir atışı yarışı elədik. Bir də əylənsin, darıxırdı, sıxılırdı. Sonra biz Kəramət Böyükçöllə görüşdük. Hətta ondan 2 dənə kitab da aldıq. Mən hətta deyərdim ki, başlıca olması da bir səbəblərinin biri ola bilər ki, Kəramət qardaşımız onunla birlikdə vaxtla içki dostları oldular. Bu da o Elfarıq yaddaşı oyadan bir səbəblərdən. Hansı ki, biz reabilitasiyadan çıxanda ambulatorika dövrü və elə olur ki, hətta 1 il pasientlərə qadağa qoyulur ki, içki istəyin və yaxud narkotik istifadə elədiyin, insanlarla görüşmə və istifadə etdiyin yerlərə getmə. Bu da birbaşa görüşlü söhbət elədi. Ola bilsin, Elfarıq yaddaş oyanmış olar bunlar. Və Kəramət müəllimin yanından çıxandan sonra biz getdik Beaumont, orada restoranı var, orada oturduq, çay sifariş elədik. Həmən vaxtı mən üzr istəyirəm, ayaqlarına gedəsi oldum. Getdim, qayıtdım ki, yoxdur. Əslində elə bildim ki, birinci o da gedib o tərəf. Bir 10 dəqiqə gözlədim, getdim, baxdım, yoxdur. Həqiqətən inandım ki, Nəsim müəllim yəni getdi. Bir 4 saat gözlədim orada. Özümə qəbullana bilmirdim ki, Nəsim müəllim getməz. Çünki bizim ona vədlərimiz var idi. Hansı ki, bir gün sonra dişi, implant diş əkilirdi onun üçün. 2 ay qalmışdı bitirməyə maşın. Bu Kitay maşınlarından birinin planımız vardı, alaq. Yəni siz özünüz ona hədiyyə eləyəcəksiniz avtomobili? Bəli. Yəni o bizim yanımızda qalıb xidmət eləməyə açığın derim. Yəni bizim də imicimizin tanınmış bir şəxsdir. Yəni daha böyük kütlərin bizi reabilitasiyaya baxmağına, diqqətində olmağına bir səbəblərdən idi. Yəni onun da bizə xeyri vardı. Bizim də ona xeyrimiz belə olacaqdı ki, hər şeylə təmin eləmək planım vardı. Hansı ki, maşın, həclə danışmışdım ondan, özünə təklif elədim, dedi gedərik. Bir də Zəfər günü toyun planlaşdırmışdıq. Hansı ki, keçən Zəfər günü, biz artıq 2 ildir bunu ödənişsiz götürdüyüm pasiyentlərimin hər Zəfər günü birinin toyunu eləyirəm. Hətta kassanı da özlərinə verirəm yeni ailə üçün. Planda bu dəfə Nəsim müəllim idi. Nəsim müəllim nişanlıda hazırda, yoxsa namizəd xanım kimi idi toy onunla bağlı? Var idi, nəsə gözaltıları var idi, hələ dəqiqləşməmişdi. Sadəcə olaraq planımız mənim boynuma düşən o idi ki, toyun eləyim. Keçən bu Zəfər günü sağaltdıqlarımızdan bəzilərinin ayıqlığı imkan vermirdi müddətli ki, toyun eləyək. Bəziləri xanım tapa bilmədi, uyğun. Misal üçün, mən məhəllə marketlərdən birini getdim, cəmaatın nisiyələrini ödədim. Yəni, həmən vaxtı bunu elə. Amma planımda hər il bir nəfərin toyun eləməkdir. Təbii ki, onlar tapmalıdır ki, biz də o xərci çəkək. Və Nəsim müəllimdən başqa bir işlə təbii ki, təmin olunacaqdı. Qurtuluş Media açırdıq biz. Hansı ki, Ceyhun Əsgərovla Nəsim Nəbizadə orada bu xalqımızı, cəmiyyəti məlumatlandıracaqdı bu bəla üzrə ki. Yəni, maarifləndirici bir layihə idi. Bəli. AzTV-dən bir
dostumuzun dəstəyi ilə artıq hazır idi. Ceyhun müəllim, necə oldu bu? Nəsim Nəbzadəni gördük dünənləri. Siz sosial şəbəkələrdə canlı bağlantı elədiniz, axtarışlarını aparırdınız. Hansı şəraitdə tapdınız? Özünlə bir söhbət elədinizmi? Fikri nədir? Müalicə olmaq istəyir? Yəni gələcəklə bağlı planlar nədən ibarətdir? Famil bəy, demək asılı xəstəliyi çox təhlükəli, hiyləgər bir xəstəlikdir. Bunlar şans düşəndə var belə. Ona görə biz pasientlərin hər bir pasiyenti 3 ayında çıxardırıq sonra. Lakin yanında bir neçə nəfərlə ki, o fikir buna gəlməsin. Hər bir şəxsə bu fikrin gəlməyi labüddür. Normal bir şeydir, asılı xəstəlik. Çünki onlar adi insanlar kimi deyil. Bir növ anormallıq var onlarda. Yəni fikir onlara başqa cürə, ani bir fikir qaçacaq. Oturur. Ona görə də Nəsim bəydə bax götürdüm, çıxartdım, ani bir fikir gəldi. Ceyhun Əsgərovla bugünkü bir planımız var idi, tədbir var. Onunla bağlı görüşümüz oldu bizim başqa bir əməkdaşla. Mən təklif elədim ki, gəlin gedək Nəsim müəllimi itirdiyim yerə. Birdən gələr də, yəni ola bilər o ətraflarda olar, biz görüşək Targovda. Oradan canlı açmışdıq, onun qohumları da qoşuldu. Dedilər ki, biz də axtarırıq, filan yerdə gördük, filan yerdə. Mən inanıram ki, biz onu görsək, bəlkə söhbət eləməyə ehtiyac olmaz. Çünki bizim vədlərimiz onun əslində çox inanırdım ona. Düzdür, xəstəliyə görə heç kimi inanmalı deyilik. Xəstəlik Nəsimiyə, Nizamiyə baxmır. Təhsilə, elmə, dərəcəyə baxmır, təcrübəyə baxmır. Amma nəsə güvənmişdim ona, inanırdım. Gözləyirdik Targovda canlılaşdıq, qohumlar dedi ki, biz gedirik evlərinə, bacısı ilə də əlaqə saxlamışıq. Mən əslində dedim ki, yaxşı olar ki, bacısını da çağırın. Kimin sözünü eşidərsə, mən də gəlim. Əgər mənlə də olan vədlərin xatırladaram. Düşünürdüm ki, hətta ona bir baxsam, oturur yanımıza gedəcək. Görə bilmədik. Getdik qapısına, onun qardaşı da istifadəçisidir. Ya qardaşı evdə idi, ya özü. Açan olmadı qapını ki, bir kəlmə danışaq, ya bizi görsün. Yəqin ki, bu qədər əziyyətin qarşılığında siz təəssüflənirsiniz də. Təbii ki. Yəni bu, mən öz bu video çəkilişimiz vardı. Orada da qeyd edirəm ki, bu Qurtuluş Reabilitasiya Mərkəzinin itçisi deyil. Mən bunu böyük bir maarifləndirici şəxsi itirmiş kimi oluruq. Əgər gəlməsə, düzdür, bir bağban istəyər, barın görsün. Yəni mən tək bar bu dünyanı düşünmürəm, axirətimi də düşünürəm və özümü də tanıyandan xidmət eləmişəm. Hətta 2-ci Qarabağ müharibəsində könüllərindənəm. Burada da xidmət edirəm və Nəsim müəllimdə yanımda böyük bir dəstəkçi görürdüm ki, bu bəladan xalqımızın qurtarması üçün, gənclərin maariflənməsi üçün çox böyük bir fiqur idi, şəxsiyyət idi. İnşallah ümid edirəm ki, gec-tez başa düşüb qayıdacaq. Ceyhun müəllim, sosial şəbəkələrdə demək olar ki, aktiv sürətdə iştirak edirsiniz, həm izləyicilərlə ünsiyyətdə olursunuz, həm izləyirsiniz. Dünəndən etibarən bir kəsim insanlar var ki, hansı ki, bunlar həmin o qrup insanlar yazır ki, bu ola bilsin bəlkə də Ceyhun müəllimin təşkil etdiyi bir şoudur. Həmin vaxt bu insanlara nə demək istəyirsiniz? Həqiqətən mi bu bir şoudur və yaxud da doğrudan belə Nəsim müəllim özü getdi? Və yaxud da bu məsələdə bəlkə ola bilərmi ki, kəramətində bir rolu oldu, hər hansısa bir söz dedi ki, getdi. Çünki bunlar hamısı müzakirə olunur da, özünüz şahidsiniz. Kəramət qardaş maraqlı bir söz demişdi orada. Dedi, sən pişik kimisən, girdiyin yerdən çıxmırsan. Bu söz də məni çox düşündürdü əslində. Amma kifayətdir ki, onu görməyi söz deməsə də şuuraltı, yəni Farik yaddaşa təsir eləsin. Onunla keçirdiyi günləri xatırlamağa kifayət idi, gördüm. Qaldı ki, şou məsələsində. Şou məsələsi də ki, düzdür, biz bir dəfə şou elədik Qarabağ gəzintisi vaxtı. Onda plan özlərini idi. Əslində mən düzdür, şən insanam, amma dedim, yoxdur, ehtiyac yoxdur. Biz ciddi bir qurumuq deyək ki, bizim mərkəzlərin içində Azərbaycanda birincidir. Mən özüm yeganə mərkəz rəhbəriyəm ki, istifadəçi olmamışam. Əslində o kimi şeyləri istəmirəm səhifəmizdə belə biraz gülməli şeylər paylaşmaq, amma təklif elədilər, Nəsim müəllim də dedi, dedim, eləyə yaxşı, qaç. Orada bir dənə belə qaçmaq şorusu eləmişdik, o əyləndik. Amma yox, bu ciddidir, əslində çox mən məyus olmuşam həqiqətən. Həm maddi məsələ
bir tərəfi. Biz çox mənəvi əziyyət çəkmişik. Onu gətirmək də yəqin izləmişdiniz. İlk gətirəndə necə hamı cavabdırdı gəlsin. Böyük çətinliklə siz onu gətirdiniz. Bəli, çətinliklərlə getdi. Hətta mən bax bunu xüsusi vurğulamaq istəyirəm ki, bu yayınlananda qoy biz bunu hətta mən millət vəkillərindən xahiş elədim bir neçəsindən ki, kitaba salaq. Bir dərslik formasında. Çünki biz hansısa məktəblərdə, tədbirlərdə oluruq. Ora müəyyən şagirdlər müəyyən sayda gəlir, bəziləri heç eşitmir. Yəni qulaq asıcı, amma dərslikdə olsa daha gözəl olar. Nəyə? Nəsim müəllimin həyatı. Bax, özünə baxan, yaraşıqlı bir şəxsiyyət, xalqın sevimlisinə çevrilən bir şəxsiyyət. Mən onu apardığım vaxtı mərkəzə. İnanırsınız, şüşənin birini açdım maşında ki, iyi getsin. Boğulurdum. Sanki o pişik öləndə necə pis iyi gəlir. Bu da dirəmiş ki, mən istifadə eləmirəm. 2 il dedim, Nəsim müəllim, metamfetamin iyi elə, hop, qardaş. Bu şüşə də kifayətlən. Bütün maşının şüşələrini açdım. Yəni, mən dayana bilmirdim bu maşını. Yəni, biz onu o vəziyyətdən çıxartdıq. Həm maddi, həm mənəvi əziyyət çəkərək, risk eləyərək. İndi gəldi belə, amma yenə ümid edirəm ki, bu sağlam düşüncəyə gələr. Yəni, eyni bu asılı xəstələr daimi bu mənfi düşüncədə qalmırlar. Dəyişkən olurlar. Yəqin ki, bir oturub düşündüyü vaxt olacaq ki, bizlə vərdlərin və yaxud bizim ona yaxşılıqlarımızı, bunları yəqin düşünər, qaydar. Və planımız vardır ki, yəni biz xidmət edək ölkəmizə, dövlətimizə, millətimizə. İnşallah onu düşünər. İnşallah. Cəməm, hamıya maraqlıdır da. Niyə? Tutaq ki, indi yəqin ki, reabilitasiya mərkəzimizdə çox insanlar var da, hansı ki, kimi içkidən, alkoqoldan əziyyət çəkir, gəlib xilas olmaq istəyir, kimi narkotikdən xilas olmaq üçün gəlir. Niyə məhz tanınmış jurnalistlər və yaxud da ki, Elmir Qəhrəmanov var da, müğənni yadımdadır. Siz getdiniz bu yaxınlarda onu, bəli, getdiniz onu qarşıladınız, cəza çəkmə müəssisəsindən və orada paylaşım elədiniz, hər kəs sevinirdi. Niyə bax bu tip insanlar daha çox sizin reabilitasiya mərkəzi tərəfindən önə çəkilir, daha çox qabardılır? Bunun bir səbəbi yəni nədir? İnşallah bu yaxınlarda bizim jurnal formasında mən işçilərimizdən xahiş eləmişəm hazırlasınlar. Təxmini 60-70 nəfər arası. Mən ödənişsiz müalicəyə götürmüşəm. Amma bu tanınmış şəxslər onların içində saysaq, misal üçün Nəsim müəllimdir, Ceyhun müəllimdir, Elmirdir. Ondan sonra kim var? 3 nəfərdir. Hələ ki, bəli, bu 3 nəfərdir. Daha çox uzun olar. Biraz şirdək 3 də gələksin, 6 nəfər. Amma 60 nəfərdən çoxu mən ödənişsiz. Bugünkü gün mənim mərkəzimdə, həmən Nəsim müəllim olan yerdə harca 6 nəfər ödənişsiz var. 20 nəfərə yaxın pasientdir, amma 6 nəfər ödənişsiz var orada. Bir evdə, misal üçün, 2 qardaş götürmür. İndi onlar jurnalda çıxacaq. 150-200 nəfər güzəşti şərtlərlə təxmini 100 nəfərə yaxında 60-70 arası belə tam ödənişsiz və ödənişsizləri də o demək deyil ha mərkəzin. Onların deyək ki, çoxunun misal üçün dişləri elə Elmir qardaşımızda da diş problemi var idi. Dişlərini düzəltdirmək, geyimdən təmin etmək və başqa həkimdə yoxlatdırmaq, hansı gözü yoxlatdıranda özəl klinikalarda aparıb tam check-up müayinə elətdirdik. Bütün misal üçün orada onların hər bir şeylə təmin eləyirik Allah'ın. Bütün vəsaitləri belə başa düşdüm ki, siz özünüz şəxsən qarşılayırsınız da, düzdürmü? Yox, yəni digər olan biznesimizdən və yaxud da hər hansısa bir biznesimiz var əlbəttə ki. Oradan əldə elədiyiniz gəliri bu xeyriyyə məqsədində. Misal üçün bu toyları mənim tikinti şirkətim var balaca. O toyları mən oradan eləyirəm. Misal üçün bəzən ərzaq dükanına borcumuz yığılır, reabilitasiya borcu. Oradan ödəyirik. Birdən görüş bir 10 bin, 15 bin manat civarında yığılıb, aparıb ödəyirik. Yəni valideynlər pulu verə bilmir, aparıb bir ödəyirik. Yəni tək reabilitasiyanı bunu eləmək olmaz. Ceyman, medianın önəmli xüsusiyyətlərindən biri də odur ki, maarifləndirmək. Yeri gəlmişkən, baxın, maarifləndirici bir missiyanı daşımaq üçün sizin cəmiyyətə nə mesajınız var? İnsanlar reabilitasiya mərkəzlərinə rahatlıqla üst tuta bilərlərmi? Çünki bəzən sizin reabilitasiya mərkəzinə aid eləmirəm, yəni mətbuatda rast gəlirik də, insanlara, məsəl üçün, bura üst tutan adamları kimsə incidir və yaxud da psixoloji və yaxud da fiziki zorakılığa məruz qalır. Yəni bunlar insanları çəkindirsinmi və yaxud da ki, rahatlıqla hər hansı bir insan da övladını və yaxud da həyat yoldaşını reabilitasiya mərkəzinə sizlərə gətirib əmanət edə bilərlərmi? İlk öncə vurğulayım ki, bu od olmayan yerdən tüstü çıxmaz. Misal var.
Təbii ki, təxmini 100 nəfər reabilitasiya mərkəzi var. Təbii ki, onların içində təcrübəsi az olan, təcrübəsiz olan şəxslər də var. Elm olmadıqda müəyyən fiziki bir gücə ehtiyac olur, eləyirlər. Hətta mən artıq neçə ildir çəkinmədən deyirəm, mən o kimi reabilitasiyaların məlumat aldıqda, belə bir mənfi bir məlumat eşitdikdə mən aidiyyatı qurumlara özüm sakitcə məlumat verirəm ki, filan reabilitasiyada bir baxış keçin, görün nə var, nə yox. Amma biz hamıya məlumdur ki, biz cəmiyyətdə ümumilikdə deyirlər ən axırıncı adam. Narkomana elə deyirlər. Biz narkomanla işləyirik. Biz orada gətirib müəllimləri yığmamışıq, kiməsə zorakılıq eləyir. Bəzən hətta olur ki, bizdə bir nəfər vardı, valideyn çox deyən ki, ay oğul, bir şillə vur, o pasiyent mənim haqqımda telefonla danışanda mənim haqqımda pis danışırdı. Valideyn deyir ki, vur, lap bir şillə, deyirəm, yox. Bu, ümumiyyətlə, bu vurmaq məsələsi var. Yəni, vurmaq şəriətdə tamam, hətta üzə vurmağa lənət gəlir, heyvanın belə. İnsan dillə başa düşürsə, kimsə onu vurarsa, bu həddə aşmış olur. Həddə aşmasa... Həm də qanunvericilik də buna imkan vermir. Yəni, qanunvericilik var. Tutaq ki, qapalı yerdir, misal üçün, şilləliyirik, misal üçün. Amma bəs Allah görür, yəni Allahdan nəsə gizləmək olmaz. Ona görə sözlə başa düşəni kimsə şillə ilə başa salmağa çalışarsa hədd aşmış olar və qiyamət günündə zərrənin haqq hesabını çəkən Allah mütləq onun haqq hesabını çəkəcək və ola bilər ki, qiyamət günü yox, bu dünyada onu cəzalandırsın. Ona görə mən ən çox işçi heyətinə işə götürəndə, ən çox tez-tezdə xatırlatdığım, iclaslarda, toplantıda xatırlatdığım ancaq o olur ki, ehtiyatlı, kimsə hətta sizə əl qaldırsa, psixoloji xəstələrlə işləyir. Normaldır, gələr söyüşlə də danışa bilər. Amma siz ondan səbirlə, təmkinlə. Bizim mərkəzdə, Qurtuluş Reabilitasiya Mərkəzində işçi 2 dəfə səhv edə bilər. 3-cü dəfə o bizim işçi olmur. İşdən azad edilir, çıxardırıq. Və hətta deyirəm ki, özlərinə dəfələrlə bildirmirəm ki, əgər sizin xətanız, səhviniz cinayət tərkibli olarsa, özüm aidiyyatlı qurumlara məlumat verəcəm. Ki, qorxusunlar, çəkinsinlər də, yəni ola bilər ki, Ceyhun burada yoxdur, görmür. Çünki bizdə bir dənə korpus deyil, 3 dənə korpusumuz var. İqramanlar üçün ayrıca korpusumuz var. Ona görə də mən daimi bütün hər yerdə gedib ola bilmirəm. Bir gün orada olamsa, bir gün burada oluram. Ya elə olur ki, bir həftədən sonra hansısa bir korpusa gedib çıxa bilirəm. Təbii ki, işimiz çox ağırdır, çətindir, amma elə pasiyentlər də gəlir ki, bizim hətta konsultantı bir pasiyent vurmuşdu. Mən ona görə buradan gənclərə üzümü tutub deyirəm ki, yəni Nəsim müəllim kimi, orada Nəsim müəllim bir təzə gəlinə bir tövsiyə verirdi ki, mən hər yerimə sən yaşda ətir vururdum. O sözü Nəsim müəllim ilk gətirdiyinə müqayisədə, amma Nəsim müəllim gör metamfetamin neynədir? Mən maşında şüşənin 4-ünü də açırdım ki, bu immunu hopmuşdu bədəndən. Gənclərə üzümü tutub bildirmək istəyirəm ki, yəni mən təxmini bu 5 ildə 1000 nəfərə yaxın pasiyent görmüşəm. Vallahi bəzən elə hallar olur ki, oturub deyim, ya Rəbbim, sənə şükürlər olsun ki, mənim bu xəstəliyi verməmişsən, yəni bu yola düçar olmamışım, məni qorumusan. Elə Nəsim müəllim kifayətdir ki, onun bu halını istəyirdim dəstəyə salaq ki, hansı ki, özünə baxan yaraşıqlı bir karizma dedilər. Bir kişi gəldi, oturur maşında, sən şüşələrin hamısını açmaq məcburiyyətindəsən ki, bunu iyi çıxsın maşından. Elə bir vəziyyətdə gəlmiş. Yəni bu, ağ ölümdən qorunun, ehtiyatlı olun. Çünki nə savada, nə fiziki gücə, heç nəyə baxmır. Bizdə dünya çempionları da var müalicədə olan. Yəni qorunmaq lazım. Siz reabilitasiya mərkəzində fəaliyyət göstərən işçilərdən danışdınız. Maraqlıdır, həmin vaxt bu işçiləri işə götürərkən nələrə fikir verirsiniz? Onların təhsilinəmi və yaxud da ki, hər hansısa bir potensialına mı? Çünki biz şahid oluruq da bəzən reabilitasiya mərkəzlərində siz özünüz də qeyd elədiniz. Elə insanlar olur ki, əvvəlcədən narkotikdən məsəl üçün əziyyət çəkən insanlar olub və yaxud da nə bilim hər hansısa bir lotereya həvəskarı olan insanlar olub, müalicə olub, sonradan gəlib reabilitasiya mərkəzlərində fəaliyyət göstərirlər. Siz nə yönəm verirsiniz? Demək, ilk öncə yenə qeyd edirəm, mən yeganə mərkəz rəhbəriyəm ki, özüm narkoman olmamışam. Lakin bu reabilitasiyada bu prosesi, proqramı bilən, reabilitasiyadan keçmiş insanlardır. Yəni, qıraqda olan heç bir professor, heç bir psixoloq, akademik bunları müalicə eləyə bilmir. Özləri o terapik qruplar var ki, müalicə edirlər. 12 addım proqramını, hansı ki, bir əsrə yaxın tətbiq olunur.
ilk alkoqol üçün yaradılıb. Amerikada bunu 2 dənə şəxs, alkoqol şəxs tərəfindən yazılmış bir proqramdır. Bu proqramı bilən olmalıdır. Bu proqramı biləndə reabilitasiya keçmiş şəxslərdir ki, özləri asılıdırlar. Asıllıq da ki, xroniki xəstəlik. Yəni reabilitasiyanı bitirdikdən sonra o deməkdir ölürsə, hər şey əladır. Yəni daimi xroniki bir xəstəlik, necə ki, şəkər xəstəsi özünü qorumalıdır, qidasında diqqət eləməlidir. Eyni zamanda asıllıq xəstəsində davranışı, onunla davranış belə, danışıq belə fərqli olmalıdır. Özünü qorumalıdır, müəyyən qadağalar, sərhədlər qoymalıdır. Biz ilk götürəndə işçini, mən əsas elm, biz elmə üstünlük veririk. Çünki bizim Məmməd Rza Qafarov, Qurtuluş Reabilitasiya Mərkəzi proqram rəhbəridir, Azərbaycanın bu sayda bir nömrəli mütəxəssisidir. Və başqa mərkəzlərdə elə ki, korpus rəhbərləri var, ona proqram rəhbəri deyirlər. Onların üzərindən ancaq ümumi rəhbəridir. Bizdə isə korpus rəhbərlərinin üzərində Məmməd Rza müəllimdir. Proqram rəhbəri bizdə budur. Bu idarə edir. Yəni, hətta əlavə işçi olaraq götürmüşəm onu. Mütləqdir ki, elm, 2 nəfər elmli şəxssə sizə maraqlı bir şeydir. İkisində elmi eyni səviyyədədirsə. Hətta baxıram, biri namaz qılandırsa, ona üstünlük verirəm. Biraz mən olmadığım vaxtda Allahdan da qorxaram. Buna indi mən belə düşünürəm, çünki belə görmüşəm. Elə başa düşürəm ki, həqiqətən də o müəyyən həddlərə daha çox riayət edir. Amma yox, bu namaz qılmayan daha elmlidirsə, namaz qılan ondan elmlə zəifçə, təbii ki, elmə. Çünki Allah da Quran-Kərimdə bizi elmə təşviq edir və Muhammed s.ə.v hədislərində. Elm öndədir. Tam doğru qeyd elədiniz. Ceyhun müəllim, sonda valideynlərə, təhsil müəssisələrində çalışan müəllimlərə nə tövsiyə edə bilərsiniz ki, bax, bu gənclərimizi narkotikdən, digər pis aludəçiliklərdən uzaq olması üçün nələrə önəm versinlər, nələrə diqqət yetirsinlər. Çünki siz uzun müddət artıq bu sahədə fəaliyyət göstərirsiniz. Bələdsiniz də bu sahədə olan insanlara, hansı ki, yəni bu əziyyət çəkən insanlara. Bəli, mən hətta yeni ailə quran valideynlər düşünməsinlər ki, mənim 3 yaşından uşağım. Asıllıq elə az yaşlarından yaranan bir xəstəlikdir. Uşağı ərköyün deyirlər, elə böyütməsinlər. Uşağın məsuliyyətini öz üzərlərinə götürməsinlər. Misal üçün, bizdə bir pasiyent vardı, 29 yaşı var, anası gəlmişdi görüşə, yedizdirir. Dedim, kişini qoy öz yesin. Bəzi yollar axtarıb əsgərlikdən saxla. Bunlar hamısı insanı gələcəyi məhv edən şeylərdir. Az yaşlarından kişi məsuliyyət daşımalıdır. Ümumiyyətlə, tək kişi yox, elə qadınlar. Uşağa öz məsuliyyət, qoy yerini özü yıxsın, ayaqqabısını özü geyinsin. Məktəbə gedəndə paltarını özü geyinməyə alışsın. İlk öncə ilə təməl oradan başlayır. Və istəyərdim ki, bütün valideynlər heç ailə qurmamış şəxslər də olsun ki, onsuz da gələcəkdə ailə quracaq. Bu asıllıqla bağlı girib maraqlansınlar. Görək uşaqla necə davransın. İndi mən qısa dedim, amma mütəxəssislərin orada daha geniş danışıqları var ki, oradan faydalansınlar və evdə uşağı necə tərbiyə eləmək, necə istiqamətləndirmək lazımdır, öyrənsinlər. Bəzən artıq sevgi də fəsad verir, şiddət də fəsad verir. Yəni, orta yol olmalıdır. Ona görə məlumat lazımdır. Bizdə elə Nəsim müəllimlə, Ceyhun müəllim ən çox ümid bağladığımız bu şəxslər idi ki, yəni, gözəl informasiya ötürmə qabiliyyətləri var. Xüsusən geniş bir təcrübəsi olan Nəsim müəllim. Yəni, mən onu onun üçün hazırlayırdım ki, yəni, bu Azərbaycanda bir nömrəli mütəxəssis, bax, Nəsim müəllim olar. İnşallah məlumat alsınlar və istiqaməti düz seçsinlər. Çünki bizim mərkəzdə bu günləri qırmızı diplomla universiteti bitirmiş, 600 baldan çox bal toplu universitetə qəbul olmuş, 10 dənədən çox pasiyentim var. Yəni, onların müəllim ailəsi də var. Müxtəlif, indi demirəm, müxtəlif gözəl vəzifələrdə işləyən özləri də, ailəsi də. Baxmayaraq ki, oturub deyirlər ki, mən harada səhv eləmişəm ki, bizdə belə oldu. Həmən danışıqda bəlli olur ki, misal üçün daha çox nazı ilə oynanır. Məsuliyyət, valideyn, uşağın məsuliyyətini öz üzərinə götürür. Bu da birbaşa səbəbdir. İnşallah tövsiyəm olur ki, elm üzərində danışan, asıllıqla bağlı danışan mütəxəssisləri dinləsinlər. İnşallah.
Təşəkkür edirəm gəldiyiniz üçün, vaxt ayırdığınız üçün. Sizə də bu məsuliyyətli işinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, Nəsim müəllimin də, Ceyhun müəllimin də, digər bizim orada reabilitasiya mərkəzində necə deyirlər, gəlib sağlamlığına qovuşmaq istəyən insanlar yaxın zamanda izləyiciləri, tamaşaçıları sevindirəcəklər. Uğurlar arzulayıram. Aydın, çox sağ Allah olun. razı olsun bir daha Minnətdaram, sağ olun.